7-ci günün duası. Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et. Bu ayda məni günah və büdrəmələrdən uzaqlaşdır. Səni davamlı zikr etməyi mənim ruzim et. İstədiyini müvəffəq etməyinə xatir. Ey yolunu azmışların bələdçisi. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allahümme a'inni fihi ala siyamihi ve qiyamih. Ve cennibni fihi min hafavatihi ve athamih. Varzuqni fihi zikreke bi davamih. Bitevfikike ya hadiyel muzillin. Allahın salamı olsun siz əziz, dəyərli, möhtərəm tamaşaçılarımıza. Uca Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, bu rəhmət, bərəkət, məğfirət ayında bizlərə ömrümüzdən möhlət verərək bu ayda oruc olmağı, namaz qılmağı, dua etməyi, Qur'an oxumağı bizlərə nəsib etmiş. İnanın, bu neymətin biz Rəbbimizə istəsə şükürünü qaytaraq, şükürünü etməkdən belə biz acizik. Allahım, sənə sonsuz həmdlər, sənalar olsun. Bəli, əziz tamaşaçılar, bildiyiniz kimi biz mübarək Ramazan ayının gündəlik dualarının şərhi və izahı haqda danışırıq. Bugün sizinlə bu rəhmət, bərəkət, məğfirətlə dolu olan Ramazan ayının 7-ci gününün duası haqqında, şərhi haqqında danışacağıq. İlk öncə duanın qısa mənasına nəzər salaq və sonra şərhinə keçid alaq. Allahümmə a'inni fihi ala siyamihi və qiyamih. Allahım, bugün mənə oruc olmaqda, namaz qılmaqda kömək ol. Bugünün orucunu tutmaqda və namazını qılmaqda mənə yardımcı ol deyə duala başlayırıq. Və cennibni fihi min hafavatihi və asamih. Allahım, məni bugün əyri yollardan və günahlardan qoru ginən, saxla ginən. Varzuqni fihi zikrəkə bedavamih. Allahım, bugün səni daimi zikr etməyi mənə ruzi ver, ruzi qərar ver və bugün səni daimi olaraq zikr edim, davamlı şəkildə səni zikr edənlərdən olum deyə. Betevfikike ya hadiyel muzillin. Ey yolunu azmışlara yol göstərən Allah. Amin. Ya Rəbbəl aləmin. Bəli, əziz tamaşaçılar, bu günümüzdə də İlk duamız 7-ci günün ilk duası möhtəşəm bir duala keçir. Allahümmə a'inni fihi ala siyamihi və qiyamih. Ey mənim Allahım, bugün sənə oruc olmaqda və namazlarımı qılmaqda, ibadət etməkdə mənə kömək ol, mənə yardım et deyə. Baxın, əgər insanda güc, qüvvət olmasa, Allah ona o gücü, qüvvəni verməsə, insan Rəbbinə qarşı nə dua edə bilər, əgər taqəti olmasa, əlini açıb Rəbbinə əlini qaldıra bilməz. Əgər onun fizioloji sağlamlığı olmasa, namazlarında rükusunu, səzdələrini tam dürüst yerinə yetirə bilməz. Və Allah bizə bu gücü, qüvvəti verməsə, biz Rəbbimizə nə şükür edə bilərik, nə ibadət edə bilərik, nə həmd səna edə bilərik. Və güc, qüvvət istəməkdən məqsəd, yəni etdiyimiz ibadəti ruhən, mənən yaşamağı bizə nəsib et deyə və bu işdə mənə yardımcı ol. Çünki səmimi etiraf edək, bəzən görürsən ki, qıldığımız namazlar, tutduğumuz oruclar, bu ibadətlər belə bəzən Allahın istədiyi şəkildə yerinə yetirilmir. Namaz nərdivan təkidir, ona bənzədilir. Nərdivanla həm insan yuxarı qalxa bilər, həm
aşağı inə bilər. Digər əməllər də ziyarət, həccə getmək insanı ucalda da bilər, amma bəzən görərsən ki, gedib gəldikdə dəyişə də bilər, fərqli ola da bilər. Ona görə biz bunu ruhən, mənən yaşamış olarıqsa, o zaman biz onun fərqinə varmış olarıq. Uca Rəbbimiz Quran-ı Kərimdə İsra surəsinin 84-cü ayəsində Peyğəmbərimizə buyurur, Qul kullun ya'malu ala şakilətih. Ya Peyğəmbər, hər kəs öz təbiətinə, öz iç dünyasına görə iş görər. Farabbukum a'lemu bimən huvə əhda. Amma sizin Rəbbiniz kimin ən doğru yolda olduğunu o yaxşı bilir. Ən doğrusunu o bilir. Baxın əziz tamaşaçılar, biz gördüyümüz insanlar bizim kainatda görüb müşahidə etdiyimiz insanlardır. Amma hər bir kainatda gördüyümüz insanın bir daxili kainatı var. Onun bir iç dünyası var. Onu insan özü və Yaradandan başqa heç kim bilə bilməz. Biz içərimizdə elə sirlər daşıyırıq ki, nə atamıza, nə anamıza, nə bacımıza, nə qardaşımıza, canımız təki bizə doğma olan dostumuza belə demədiyimiz iç dünyamızda sirlərimiz var. Odur ki, bütün insanlar iç dünyasına görə işləri görərlər. Və burada da biz Allahımızdan duada istəyirik ki, Allahım, bugünün orucunu tutmaqda və namazını qılıb sən istədiyin kimi yerinə yetirməkdə mənə kömək ol, mənə yardımcı ol və məni pis işlərdən və xoşlamadığın işlərdən qoru deyərək Rəbbimizə dua edirik. İnsanın iç dünyası onun niyyətindən başlayır və əgər insanın niyyəti xalis olarsa, niyyətin xalisliyi onun əməlində özünü göstərər, büruzə verər. Peyğəmbərimiz salavatullah kəlamlarının birində buyurur ki, qala Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm, niyyətül mümin xeyrun min aməlihi. Müminin niyyəti onun əməlindən xeyirlidir. Yəni, insanın niyyətində riya ola bilməz. Bilirsinizmi? Riya əmələ keçəndə baş verir. Məsələn, ola bilər ki, sənin etdiyin əməl öz-özlüyündə yaxşı olsun, amma niyyətin onu korlasın. Necə ki, bala sirkə töküldükdə balı xarab edir, insanın əməli bal təki şirin, gözəl ola bilər. Amma sənin niyyətin bal təki şirin və gözəl olan əməlini zah edə bilər. Məsələn, Allah yolunda pul xərcləmək, məscidin təmir bərpa işlərinə əl yetirmək, xəstəxananın tikilməsi və məktəblərin, təhsil ocaqlarının tikilməsi, yolun, körpülərin salınması, yoxsul imkansız insanlara əl tutulması, bu təbii ki, alqışa, təqdirə layiq işdir. Amma burada sən özünü göstərmə və reklam xatirinə etmiş olsan, sənin bu niyyətin o gözəl əməli zay edir. Necə ki, bala sirkə dəydikdə o xarab olur deyə. Və burada müminin niyyəti onun əməlindən xeyirlidir deyə Peyğəmbərimizin buyurduğu kəlamda bu cür təhlil edilir ki, insanın niyyətində riya qatqı olmur, çünki özü ilə Allah arasındadır, amma onun əməlindəsə o təbii ki, riya etməsi ilə, qarşı tərəfə minnət vurması ilə, baş sərkisi etməsi ilə gözəl əməlini zay edə bilər. Bəli, günümüzün duasında çox möhtəşəm ifadədir. Allahım, bugünün orucunu tutmaqda, namazını qılmaqda mənə yardımcı ol. Məni pis işlərdən və günaha səbəb olan əməllərdən qoru və daimi səni zikr etməyi, xatırlatmağı, yad etməyi mənə nəsib et. Ey yolunu azmışlara yol göstərən Allah. Amin. Ya Rəbbəl Aləmin.